Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi Zəfərin Uşaqları ilə Oxu Marafonu Şimal bölgəsi məktəblərin mütaliə yarışı layihəsini uğurla yekunlaşdırıb. Layihənin əsas məqsədi Şimal bölgəsində məktəblər arasında oxu vərdişlərini inkişaf etdirmək, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini nümayiş etdirmək olub. Zəfərimizin 5 illik ərəfəsində bu tədbirin keçirilməsində məqsəd ölkəmizin, dövlətimizin apardığı siyasəti məktəblərə aşılamaq, onları gələcək nəsillərə, gələcəyimizə sağlam, intellektual, savadlı yetişdirməkdir. Və bugün artıq 30-dan çox nəşriyyatın birgə keçirdiyi kitab sərgisi 3 gün müddətində davam eləyir və sevindirici haldır və həm Quba ictimaiyyəti Qubada bir mədəni hadisədir. Həmçinin bizə dəstək verən digər bütün təşkilatlar, yerli və yaxud da digər qurumların burada böyük əməyi oldu. Layihəmiz artıq 4 aydır davam edir və bu gün artıq nöqtə qoyulur. Çünki mükafatlandırma mərasimidir və həmin mükafatlandırma mərasimi belə deyək də məntiqi finalı da bu gün 3 günlük. Bu gün başlayan 3 günlük Qubada kitab sərgisidir ki, 1-ci Quba kitab sərgisi adlanır. Bütün Qubalıları, bütün Qusarlı və Xaçmazlıların hamısını kitab sevərləri biz sərgiyə dəvət edirik. Layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından seçilmiş 6 məktəbdən ümumilikdə 300 şagird, 108 müəllim və 6 kitabxanaçı mütaliə vərdişləri üzrə təlim və oxu marafonu prosesinə cəlb olunub. Məktəblilərə mənim kitab daxilım təqdim edilib ki, bu da məktəblərdə oxu mədəniyyətinin formalaşdırılması və uşaqlarda kitab sevgisinin artırılması istiqamətində mühüm nəticələr verib. Bu sərgidə həm kiçik yaşlı uşaqlar, eyni zamanda orta yaşlı nəslin nümayəndələri, ahıllar nəzərə alınıb. Onların maraq dairəsinə uyğun bugünkü sərgidə kitablar sərgilənir. Biz də Respublika Mədəniyyət Nazirliyi olaraq, mütəmadi olaraq belə bir tədbirlərə dəstək veririk. Eyni zamanda bölgələrdə bu kimi kitab sərgiləri təşkil edirik. Oxu bayramları, kitab imza günləri, kitab təqdimatları və digər tədbirlər keçiririk. Tədbirin təşkilatçılarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialıdır. Bu olduqca sevindiricidir. İstər tələbələrimizin, istərsə də hazırki gənclərin mütaliəyə, kitaba olan həvəsini, məhəbbətini görmək biz müəllimləri və alimləri olduqca qürurlandırır. Şagirdlər Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi tərəfindən həmin məktəblərin kitabxanasına hədiyyə olunmuş 5 adlı kitabı 3 ay müddətində oxuyublar. Həmin kitablar Şəmil Sadiqin Zəfər yolu, Rövşən Abdullaoğlunun Mən yeməli deyiləm, Əziz Sultanın Mübariz olmaq, Arif Əliyevin Yalama və Əzizə Zəfərzadənin Anamın nağılları kitablarıdır. Sərginin tərəfdaşlarından, təşkilatçılarından biriyik və inanıram ki, bu sərgi bütün Azərbaycanı əhatə edəcək bir oxu maratonuna çevriləcək və sərginin iştirakçılarına uğurlar arzu edirəm. Oxucularımızı, belə deyək, naşirlərimizi bu gözəl tədbir münasibətilə, sərgi münasibətilə təbrik edirəm bir daha. Layihənin təqdimat, təlim və imtahan mərhələləri Quba rayonunun Rəhman Məmmədov adına Aleksiyevka kənd tam orta məktəbində uğurla həyata keçirilib. Təlimlərdə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, layihənin təlimçiləri, ekspertlər və eləcə də Quba Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər. Oxu müddəti başa çatdıqdan sonra həmin kitablara əsasında hazırlanmış suallardan ibarət imtahan təşkil olunub və bu imtahanda 300 şagirdin kitabları nə dərəcədə anladığı sınağa çəkilib. Ben mesela en güzel lezzet aldığım bir şey oldu. Yani bu təşkilatçılar uşaqları pul mükafatı ilə də birindən də mən təqdim elədim əslində. O çox böyük hadisədir. Və bundan sonra elə bilirəm ki, bəhsə düşüb o uşaqlar bu kitab oxumaq mədəniyyətini artıracaqlar. Mən bu təşkilatçılara, başda Şəmil müəllim başda olmaqla və sizin televiziyaya bu tədbiri belə işıqlandırmaq, idarə eləmək mənasında uğur arzulayıram, həm də təşəkkür edirəm. Layihənin yekun olaraq 1-ci Quba kitab sərgisi 31 oktyabr, 1-2 noyabr tarixlərində Quba şəhəri Heydər Əliyev mərkəzində təşkil olunub. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Quba şəhəri İcra Hakimiyyətinin müavini Tarel İbrahimov, Müsiyyət Başqanı Rəşad Cabirli, Aynaz Ziyarkala qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğlu və Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri şair Ramuz Qusar sayılır çıxış ediblər. Biz Qafqaz TV olaraq
Qubada ümumiyyətlə bütün region şimal bölgəsində keçirilən bütün maarifçilik layihələrinə həmişə dəstək vermişik. Əlbəttə ki, kitab da çox önəmlidir ulusumuzun, millətimizin irəliləməsində. Balalarımızın oxuması çox önəmlidir. Biz də bu layihəyə informasiya dəstəyi vermişik və çox sevindiricidir ki, çoxlu qatılımcı var və buradakı uşaqların sevinci, qalib uşaqların sevinci, biz də onlarla birlikdə sevindik və çox istəyərik ki, balalarımız kitaba sarılsınlar, çünki gələcəklərini işıqlandıran o kitablardan əldə elədikləri biliklər olacaq və mən hər birinə bir söz yadlarında saxlamağı xahiş eləyirəm. Aydın çox oxuyan deyil, oxuduqlarının niyə yazıldığını anlayandır. 3 gün davam edəcək sərgi çərçivəsində şagirdlər, müəllimlər və kitabxanaçılar üçün görüşlər, kitab müzakirələri, müəlliflərlə tanışlıq və müxtəlif maarifləndirici tədbirlər təşkil olunacaq. Sərgi zamanı Zəfərin uşaqları ilə oxu marafonu qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Bu mərasimdə imtahanda ən çox bal toplayan ilk 10 yerin qalibi mükafatlandırılıb. 4-cü və 10-cu yerlər arasında qərar tutanlara çox gözəl kitablar hədiyyə olunub və sertifikatlarla təltif olunublar. Müsabiqənin nəticələrinə əsasən Köhnə Xaçmaz Kənd Orta Məktəbinin 8-ci A sinif şagirdi Zəhra Əliyeva 77 balla 1-ci yerin qalibi olub. Mən bu yarışmaya qatılarkən əmin idim ki, ilk 10 yerdən birinə sahib olacağam, amma birinci yer tutmağı gözləmirdim. Kitablar çox asan idi, mən çoxlu mütaliə edirdim. Burada mənə izləyən hamıya da çoxlu mütaliə eləməyi məsləhət görürəm. Layihə və sərgi həmçinin Quba Xaçmaz Regional Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Müsiyad Azərbaycan, Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Qiyadın tərəfdaşlığı ilə informasiya dəstəyi isə Qafqaz TV 525-ci qəzet, həmçinin ədəbiyyat və incəsənət az tərəfindən təmin olunub. Sahib Məmmədli üçün Şuşalı Qafqaz TV üçün.